Biz vətənin övladlarıyıq. Biz bu vətəndə böyüyür, vətənin çörəyini yeyir, suyunu içirik. Hər bir övlad kimi də vətənin dar günündə, vətənin keşiyində dayanmaq, onu düşməndən qorumaq hər birimizin borcudur. Vətəninə olan borcunu ödəmək üçün hər an onun keşiyində dayanan, vətəni üçün canından keçən igidlərimizdən biri də şəhid leytenant Rəsulov Murad İlqaroğlu idi. Murad 2000-ci il avqust ayının 5-də Şabran şəhərində anadan olmuşdur. 2006-2013-cü illərdə Şabran şəhər 3 saylı orta məktəbdə təhsil alan Murad, 2013-2017-ci illərdə Şabran şəhər 2 saylı məktəb liseyində təhsilini davam etdirmişdir. Hələ məktəb vaxtlarından hərbiçi olmaq qərarını verən Murad, bu arzusuna çata bilmək üçün öz üzərində çalışır, dərslərini oxuyur, fiziki hazırlığına xüsusi fikir verirdi. 2017-ci ildə yüksək balla Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olan Murad, qısa müddət ərzində həm savadı, həm də idmana olan həvəsi ilə seçilir. Müəllimləri bildikləri hər şeyi ona öyrədir, Murad isə şərəfli zabit həyatının bütün incəliklərini, dərinliklərini mənimsəyirdi. Vətən müharibəsi zamanı 4-cü kurs tələbəsi olan Murad kursant kimi döyüşlərə qatılır. Döyüşlərin gedişatında ona kiçik leytenant hərbi rütbəsi verilir və en saylı hərbi hissəyə dağım komandiri təyin edilir. Murad Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə savaşır, illərdir xidmətdə olan zabitləri öz döyüş bacarıqları ilə təəccübləndirir. Müharibədə göstərdiyi qəhrəmanlıqlara görə Qubadlının azad olunmasına görə, igidliyə görə, Vətən müharibəsi iştirakçısı, Vətən uğrunda medalları və 3-cü dərəcəli Rəşadət ordeni ilə təltif edilir. Vətən müharibəsi bitdikdən sonra Murad təhsilini davam etdirmiş və məzun olmuşdur. 2021-ci il oktyabrın 1-də leytenant hərbi rütbəsi alaraq en saylı hərbi hissəyə dağım komandiri təyin edilmişdir. Murad 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən geniş miqyaslı təxribatın qarşısının alınması zamanı şəhidlik zirvəsinə ucalır. Şəhid Rəsulov Murad İlqaroğlu Şabran Şəhidlər Xiyabanında torpağa tapşırılır.